Sual oluna bilər ki, oğlan uşaqları, qız uşaqları hansı yaşında həddi buluğa çatır? Çox adamlar bunu bilmir, qarışdırır. Oğlan uşaqları demək olar ki, ən tez başlayan 10 yaşından başlayır. 10-11 yaşından başlayır həddi. Ən tez olanlar 10-11 alimlər gətirirlər ki, oğlan uşaqlarının ən tez həddi buluğ yaşı 10 yaşından, 11 yaşından başlayır. Hətta 15-16 yaşına qədər davam edə bilir. Bəzi uşaqlarda, oğlan uşaqlarında 15 yaşında onlar görürsünüz ki, həddi buluğa çatırlar. Yəni ondan sonra onların üzərinə namaz vacib olur. Yəni bəzən belə olur. 15 yaşında da olur. 14-də olur, 13-də olur, 12-də olur. Fərqlidir. Yəni uşaqlara görə, hala görə dəyişir. Ona görə oğlan uşaqlarında 10 yaşından demək olar 15 yaşına qədər davam edə bilir. Sonra möhtərəm qardaşlar, qız uşaqlarında isə daha tez olur. 9 yaşından, o da təxminən 14-15 yaşına qədər davam edə bilir. Bəzi qız uşaqlarında, oğlanlarda olduğu kimi gecikmə olur. 14-15 yaşına qədər. Ancaq qızlar daha nisbətən daha tez həddi buluğ yaşına çatırlar.